Sevinç xanım, bu məsələlərlə bağlı mən ictimaiyyətimizə, basın efinizdən istifadə ilə müraciət etmək istəyirəm ki, narahat olmaq üçün əsaslar yoxdur. Niyə görə mən belə hesab edirəm? Bəli, Pənah bəy düzgün söyləyir. Neftin azalması baş verməkdədir və dövlət başçısı səviyyəsindədir. Davosun özündə də cənab prezident deməli bu məsələlərə toxundu. Neftin azalması gedib, amma başqa bir həqiqətdə söyləyək ki, bizim ilə strategiyamızın əsası odur ki, iqtisadiyyatımız şaxələnsin. Biz neftin asılılığının azaldılması siyasətini həyata keçirir. Biz istəyirik ki, qeyri-neft sektoru inkişaf eləsin. Qeyri-neft sektoru. Və indi Pənah bəy rəqəm sayıladı. 1,2% iqtisadi artımla bağlı. Rəqəm kiçik rəqəmdir, bərabərki illərin müqayisədə. Amma gəlin etiraf edin ki, bizim üçün hədəf neft, qaz deyil. Bizim üçün hədəf ki, qeyri-neftdir. Və 2025-ci ildə ölkəmizdə qeyri-neft, qaz sənayesində artım 5,5%-dir. Yəni o sahə ki, bizim üçün hədəfdir və bu rəqəmi də mənim rəqəmdir. Dövlətin başçısı səviyyəsində Ümumdünya İqtisadi Forumunda səsləndi ki, 5,5% bizdə qeyri-neft sənayesində artım qeyd olunur ki, bizim üçün olduqca vacibdir. İkincisi, neft azalıb, amma siz cənab prezidentin çıxışına baxanda ki, ölkənin birinci şəxsi, ən informasiya həm də şəxsi belə bir cümlə işlətdi. Dedi, bizim beynəlxalq bu sahədə partnyorlarımız ki var, enerji sektorunda, onların kəşfiyyat məlumatlarına görə, dənizdə kəşfiyyat işlərinin əldə edilmədiyi məlumata görə biz hətta ikinci neft bumu yaşaya bilərik. İkinci neft. Birincini biz yaşadıq, hətta ikincini. Yəni, hər sözün bir üstə məna və çəkisi var. Deməli, çox ciddi müəyyən məlumatlar var bu sahədə. Və nəhayət biz istəyirik ki, qaz sahəsini inkişaf elətdirək və bizim neftdən ki, gəlirlərdə müəyyən azalma var, bunu qazın hesabına kompensasiya. 2025-ci ildə ölkəmizdə 25 milyard kubmetr qaz ixrac edilib. İxrac edilib və bunun da təxminən 13 milyard kubmetr Avropa ölkələrinin payına düşür. Və biz 2027-ci ilə qədər 20 milyarda çatdırma hədəfləmişik. 2022-ci ildə Ursula von der Leyen Bakıya gələndə bu məsələ bir memorandumda imzalandı. O zaman biz Avropaya 8 milyard kubmetr qaz verirdik. İndi 13 olub. 2027-ci ildə onu biz 20 milyard eləməsi. Nəyin hesabına? Hansı yolla? Bilirsiniz ki, ölkəmizdə yaşıl enerjiyə keçid siyasəti elan edilib və bizim bu günləri bu sahədə iki mühüm, deməli, böyük yaşıl enerji elektrik stansiyaları arasında işə salınıb və indi 2026-cı ildir. 2032-ci ilə qədər, yəni 6 il ərzində biz 8 giqavatlıq deməli, yaşıl enerji istehsal etməyə planlaşdırırıq. 8 gigavat elektrik enerjisi istehsal edəndə bu təxminən 3-4 milyard kubmetr qaza qənaət deməkdir. Və nəticədə biz 3-4 milyard qazı da Avropa bazarına çıxardanda o 20 milyard düzəlir və bizim deməli gəlirlərimiz daha da artır. Və biz indi daha çox süni intellektlə bağlı sahəyə diqqət yetiririk. Biz istəyirik ki, həm də elektrik enerjisinin, bu yaşıl enerjinin ötürülməsi xətlərinə investisiyalar qoyulsun. Bizim siyasətimizdə indiyə qədər xarici maliyyə qurumlarından biz kreditlər götürmürdük. İndi isə strateji əhəmiyyətli sahələrə, indi bir də hörmətli Pənah bəyin söylədiyi su təsərrüfatı ilə bağlı kanalizasiya və s. bu kimi sahələrə də biz kredit götürməyi hədəfləyirik və üstəgəl də heç kim 83 milyard dollardan artıq olan strateji valyuta ehtiyatlarımızdan deməli yaranmış yeni reallıqlar fonunda istifadə etməyi hədəfləməyib. Əksinə bizim qızıldan əldə etdiyimiz nəticələr, qızıl deməli bizim banklarda yerləşdirmişik ki, 10%ləri bizim üçün çox böyük əlavə vəsaitdir. Bu nöqteyi nəzərdən həm də bir şey də mən qeyd edeyim, bu təkcə bizim ölkə ilə bağlı deyil. Bax, indi müxtəlif ölkələrdə bizim Azərbaycan diaspora nümayəndələri yaşayırlar və biz onlarla ünsiyyətdəyik, telefon danışıqlarımız olur, tədbirlərdə görüşürük. Özləri söyləyirlər ki, 3 il bundan qabaqki Avropa ilə bugünkü eyni deyil. 3 il bundan qabaqki sosial rifahla bugünkü eyni deyil. Və elə adi hesablamalar da onu göstərir. əgər Avropa ölkələri, NATO ölkələri dünənə qədər öz ümumi daxili məhsullarının 0,5, 1%, 1,5%-ni ən yaxşı halda 2%-ni hərbi ayırırlarsa, indi artıq 5%-i hərbi ayırmaq bir qaydadır, tələbdir. Əks halda sən heç NATO ölkəsi deyilsən, hətta çıxarılması təhlükəsi var. Əgər fikir verin, 0,5%-ni hərbi ayıran dövlətlər, deməli qalan hamısını sosial rifah və iqtisadiyyata
pensiyalara, insanların dolanışığına, onların güzaranına xərcləyirdilər. İndi birdən-birə 5% gələndə hərbə, deməli o nədən kəsiləcək? Sosial rifah məsələlərindən, sosial xərclər azaldılacaq. Və Avropa ölkələrində bunu dərk edirlər və bu nöqteyi nəzərdən ümumiyyətlə sosial rifahın pisləşməsi tendensiyası bu getdikcə qlobal xarakter alır. Özündən deyən dövlətdən özündə bugün sosial sahədə ciddi problemlər yaşamaya başlayır və nəhayət elə bu günlərdə Almaniyada yaşayan bir dostumla telefon danışığım oldu. Dedi, söylər ki, mənim maaşım burada 7.000 avrodur. 7.000 avro maaş alıram. Və dedi, onun 2.500 avrosunu mən vergi şəklində ödəyirəm. Mənə qalan 4.500 avrodur. Və üstə gəldi, qiymətlər də çox bahadır. Və mən 3 il bundan qabağını müqayisə edirəm ki, 7.000, mənə qalan 4.500 avro böyük pul idi. İndi həmin pulu mən ayın sonuna güclə çatdırıram. Bax, bunu Almaniyada yaşayan Azərbaycanın dediyi sözlərdir. Həkim işləyir və 7.000 avro maaş alır.